Pasiyentimiz xanımdır, 70'in üzərində yaşı var. Daha əvvəl Rusiyadan gələn bir həkim tərəfindən əməliyyat olunubdur. Buna baxmayaraq təkrarlanma baş veribdir. Bunun başlıca səbəbi ön yan şaxə deyilik, həmin damarın və çanaqdan gələn şaxələrin açıq olması, eyni zamanda burada kokket bir perforant dediyimiz damarın açıq olmasıdır. Və xəstəni lazerlə, total lazer əməliyyatı, Tevla əməliyyatı dediyimiz prosedur edirik. Və burada çox sayda bazofixləri, lazer kateterlərini görə bilirik. Müxtəlif segmentdə damarlarda təkrarlanmalar baş veribdir. Ona görə müxtəlif segmentlərdən damar içinə daxil etmişik və bu Tevla əməliyyatı yalnız yerli keyitmələndir və əməliyyatdan sonra bu xəstələr maksimum bir gün və ya ümumiyyətlə damar cürabına ehtiyac yoxdur. Xəstəmiz hal-hazırda belə qandırıcı dərman içir və Tevla zamanı qıvrılmış damarların miniflebektomiya yolu ilə aradan qaldırılması metodu olunmadığından, yalnız lazer əməliyyatı olunduğu üçün bu xəstələrdə, xüsusən də qandırıcı istifadə edən xəstələrdə uğurla bu əməliyyatı icra edə bilirik.